Mən sizlərə 2-ci sinif Azərbaycan dili dərsliyi üzərində tapşırıqların izahını verəcəm. A tapşırığından başlayaq. Şəkildə gördüyünüz idman yarışları haqqında danışın. Daha hansı yarışları tanıyırsınız? Birinci şəkildə velosiped yarışı görürük. İkinci şəkildə diqqət etsək, basketbol oyunudur. Üçüncü şəkildə isə qaçış yarışı təsvir olunmuşdur. Və şəkillərə baxanda görürük ki, paralimpiya oyunlarından söhbət gedir. Paralimpiya oyunlarında insanlar qətiyyətlə çalışır. Qətiyyət göstərən, iradə ilə çalışan hər kəs uğur qazana bilər. Bu yarışlarda insanlara mübarizə aparmağı, ruhdan düşməməyi, öz gücünə inanmağı öyrədir. Sonra bizə başqa deyir ki, daha hansı yarışları tanıyırsınız? Başqa futbol, voleybol, üzgüçülük, gimnastika və digər yarışmalar da var. Mətni oxuyun. Olimpiya oyunları haqqında məlumatlara diqqət edin. Diqqət edək. Mətnimizi diqqətlə oxuyaq. Qələbə. Yunanistan dövləti uzun müharibələrin nəticəsində zəifləyirdi. Hökmdar narahat idi. O, Olimp dağının ətəyində toplantı keçirdi. Üzünü xalqa tutub dedi: "Belə getsə, ölkəmiz məhv olacaq. İnsanlar arasında sülh yaratmaq lazımdır." Ağsaqqallardan biri dilləndi: "İnsanlar arasında sülh yaratmağın yollarından biri də idmandır. Qoy cavanlar hünərini döyüşlərdə deyil, idman yarışlarında göstərsinlər." Müdrik ağsaqqalın məsləhəti bəyənildi. Hökmdar əmr etdi: "Yunanistanda 5 günlük idman yarışları keçirilsin. Yarışlar keçirilən müddətdə döyüşlər dayandırılsın. Yarışlarda yalnız kişilər iştirak etsin." Bu xəbəri eşidən cavanlar bacarıqlarını nümayiş etdirməyə tələsirdilər. Genç Milon da yarışda iştirak edəcəkdi. Gecə-gündüz məşq edirdi. Anası oğluna baxır, qalib gəlməsi üçün dua edirdi. O, oğlunun çıxışını izləmək istəyirdi, lakin hökmdarın əmrini xatırlayıb heyslənirdi. Nəhayət həmin gün gəlib çatdı. Milon yarışa yollandı. Ana kişi paltarı geyinib yarış meydanına gəldi. O yarışda Milon Olimpiya çempionu oldu. Sevincini gizlədə bilməyən ana oğlunu qucaqlamaq üçün meydana atıldı. Bu zaman başındakı papaq yerə düşdü. Qadının hörükləri göründü. Hamı təəccüb və qorxu içində ona baxdı. Ana hökmdarın əmrini pozmuşdu. Deməli, cəzalanacaqdı. Hamının gözü hökmdarda idi. Hökmdar xeyli düşündü. Övladının uğruna sevinən bir ananı cəzalandırmaq ədalətli qərar olmazdı. O gündən qadınlara da Olimpiya oyunlarını izləməyə icazə verildi. Burada olan söz boğçasında olan sözlərə diqqət edək. Müddət nədir? Müddət vaxt, zaman mənasındadır. Bir işin başlama və bitmə vaxtı arasında başlama və bitmə vaxtı ola bilər. Toplantı hər hansı bir yerə yığışmaq mənasında işlədilə bilər. Hünər bacarıqdır, məharətdir, fərasətdir. Nümayiş etdirmək nəyinsə bir şeyin geniş kütləyə göstərilməsidir. Digər tapşırıqlarımıza baxaq. Müasir dövrdə keçirilən beynəlxalq idman yarışlarını niyə Olimpiya oyunları adlandırılır? Niyə Olimpiya oyunları adlandırılır? Bu sualı cavabını mətnin 1-ci abzasından görürük. Deyir, Yunanistan dövləti uzun müharibələrin nəticəsində zəifləyirdi. Hökmdar narahat idi. O,
Olimp dağının ətəyində toplantı keçirdi. Toplantı Olimp dağının ətəyində olmuşdu. Ona görə mətnin birinci abzasına əsasən bu sualın cavabını da müəyyən etmək olar. Şey tapşırığında bizdən nə soruşur? Aşağıdakı cümlələri oxuyun. Mətndə fərqləndirilmiş cümlələrdən çıxış edərək həmin fikirləri əsaslandırın. Hökümdar ədalətli idi, hökümdar ədalətsiz idi. Hökümdarın ədalətli olmasını, baxın, burada cümlə var. Deyir ki, övladının uğruna sevinən bir ananı cəzalandırmaq ədalətli qərar olmazdı. Bizə də deyir ki, mətndə fərqləndirilmiş cümlələrdən çıxış edərək həmin fikirləri əsaslandırın. Baxın, ana nə etdi? Ana hökümdarın əmrini pozdu. Ana hökümdarın əmrini niyə görə pozmuşdu? Çünki övladının yarışda iştirakını görmək istəyirdi. Onun qalib olmasını görmək istəyirdi. O yarışda iştirak edən zaman onu dəstəkləmək istəyirdi. Ancaq qadınlar yarışda iştirak edə bilməzdi. Ana da kişi paltar giyir, yarışlara iştirak edir, hökümdarın əmrini pozur. Amma hökümdarın əmrini pozmasına baxmayaraq hökümdar onu cəzalandırmadı. Düşündü ki, övladıdır, övladının uğrunu görmək istədi. Mətnimizdə də bunları görürük. Hökümdarın anaya cəza verməməsi baxımından düşünə bilərik ki, hökümdar ədalətli idi. Amma burada başqa bir cümlə var, fərqləndirilmiş. Yarışlarda yalnız kişilər iştirak etsin. Yarışlarda yalnız kişilərin iştirak etməsi bir qədər qadınlara qarşı ədalətsizlik idi. Bir qədər ədalətsiz qərar kimi düşünə bilərik bu fikri. Yəni hökümdarın ədalətsiz olması fikrinə gələ bilər. Sonra D tapşırığında bizdən nə soruşur? Mətndə hökümdarın əmrini bildirən cümlələri seçin. Sözləri sətirdən sətrə keçirilməsi qaydalarına əməl etməklə köçürün. Hökümdarın əmrini baxaq. Baxın. Hökümdar əmr etdi. Hansı əmrlər etdi? Burada 3 cümlə var. Yunanistanda 5 günlük idman yarışları keçirilsin. Yarışlar keçirilən müddətdə döyüşlər dayandırılsın. Yarışlarda yalnız kişilər iştirak etsin. Deyir ki, sətirdən sətrə keçirilməsinə qaydasına diqqət edin. Yunanistanda yu yazıb Yunanistanda keçirdə bilərik. Və yaxud da Yunan yazıb standa keçirə bilərik. Yunanis yazıb tanda keçirə bilərik. Və yaxud Yunanistan yazıb danı keçirə bilərik. Bizə tapşırıqda nə deyir? Deyir ki, mətndə hökümdarın əmrini bildirən cümlələri seçin. Sözlərin sətirdən sətrə keçirmə qaydasına görə yəni köçürün. Bir nümunə göstərək. Siz o qaydaya uyğun dəftərinizə köçürün. Məsələn, cümlələrdən birini seçirəm. Elə fərqləndirilmiş cümlə üzərində göstərəcəm. Yarışlarda baxın, bu cür sətirdən sətrə keçirə bilərik və yaxud da yarışlardan yeni sətrə keçirə bilərik. Yarışlar yazıb danı yeni sətrə keçirə bilərik. Danı. Yalnız sözü bu qayda ilə sətirdən sətrə keçirə bilərik. Söz izah edəcəm. Kişilər ki yazıb kişiləri yeni sətrə keçirə bilərik və yaxud da kişi yazıb ləri yeni sətrə keçirə bilərik. Kişilər. İştirak etsin. İş yazıb tirac yeni sətrə keçirə bilərik və ya iştirak
Ti yazıb rakı yeni sətrə keçirə bilərik. Etsin sözünü də et yazıb sini yeni sətrə keçirə bilərik. Bu qaydalara əməl etməklə digər cümlələrdə qeyd edə bilərsiniz. Növbəti tapşırığımıza baxaq. Hansı cümlədə oxucunun mətndəki hadisəyə münasibəti ifadə olunur? Cümlələrə diqqət edək. Birinci cümlədə deyir ki, qadın hökmdarın əmrini pozmuşdu. İkincidə isə məncə hökmdar ədalətli hərəkət etdi. Bizdən soruşur ki, hansı cümlədə oxucunun mətndəki hadisəyə münasibəti var? Baxın, bu cümlədə mətni oxuyan bir şəxs sonda bu cür fikir bildirə bilər. Qaydalara baxaq. Fakt yoxsa münasibət? Fakt nədir? Fakt həqiqətdir, onu sübut etmək mümkündür. Şahmat taxtasında 64 xana olur. Bu faktdır, biz bunu sübut edə bilərik. Şahmat taxtasındakı xanaları saymaqla biz bu faktı sübut edə bilərik. Digər qaydaya baxaq. Müəyyən mövzu ilə bağlı fikirlərimizi, duyğularımızı ifadə etməklə biz münasibət bildiririk. Münasibət bildirilib, şahmat ən maraqlı idman növüdür. Məsələn, bu kiminsə fikridir. Kiməsə görə ən maraqlı idman növü şahmatdır. Başqa birinə görə, məsələn, ən maraqlı idman növü futboldur və yaxud da ki, gimnastikadır. Bunlar artıq münasibətdir. Hərənin öz fikirlərinə, duyğularına görə münasibət bildirmək haqqı var. B tapşırığına baxaq. Cümlələrin fakt yoxsa münasibət bildirdiyini müəyyənləşdirin. Müəyyənləşdirək. Futbol komanda oyunudur. Bu faktdır. Həqiqətən də biz bunu sübut edə bilərik. Araşdırma aparmaqla görərik ki, həqiqətən də futbol komanda şəklində oynanılır. Yəni tək oynanılmır. Bir neçə nəfərdən bir yerdə oynanılır. Haqqı oyunu futboldan çətindir. Bu mənə görə çətin ola bilər, amma qarşı tərəfə görə asan ola bilər. Bu artıq mənə görə və yaxud kiminsə fikrinə görə olursa, bu olur münasibət. Mən şahmatı xoşlayıram. Bu da münasibətdir. Bu mənim fikrimdir. Mən şahmatı xoşlayıram, başqa biri isə digər oyunları xoşlayır. Üzgüçülük su idman növüdür. Bu isə faktdır. Biz bunu sübut edə bilərik ki, üzgüçülük su idman növüdür. Növbəti tapşırığa baxaq. Müəllimin oxuduğu mətni dinləyin, şəkillərə baxın. Dinlədiyiniz faktların hansı olimpiya simvoluna aid olduğunu müəyyən edin. Bu dərslikdə yer alan dinləmə mətnidir. Dinləmə mətninə əsasən biz bu tapşırıqları yerinə yetirə bilərik. Məsələn, birincidə görürük ki, rəngarəng halqalardır. Göy, sarı, qara, yaşıl, qırmızı. Bir-birinə halqaları keçirilib. Mətndə yer alıb ki, yəni bu olimpiya oyunlarının əsas simvoludur. Birinci şəkil qeyd edə bilərsiniz ki, olimpiya oyunlarının əsas simvollarıdır. Yəni iç-içə keçirilmiş göy, sarı, qara, yaşıl, qırmızı halqalar olimpiya oyunlarının əsas simvollarıdır. Bu halqalar dostluğun rəmzidir. Həmçinin də burada olan rənglər bütün ölkələrin bayraqlarında əks olunubdur. Yəni bu rənglərdən istifadə olunub. Məsələn, Azərbaycan bayrağında göy, yaşıl, qırmızıdan istifadə olunubdur, düzdürmü? Başqa bayraqlarda da bu rənglərdən istifadə olunmuş olar hər hansı birindən. İkinci şəkilə diqqət edək. Mətnimizə əsasən bilirik ki, bu olimpiya məşəlidir. Olimpiya məşəli Yunanistanda yandırılır. Olimp dağının ətəyində yandırılır. Daha sonra isə oyunlar keçirilən ölkələrin ətrafına səyahət edilir. Üçüncü şəkilə diqqət edək. Burada qaçış, hündürlüyə tullanma və ağırlıq qaldırma idman növləri təsvir olunmuşdur. Yəni onların işarələridir bunlar. Dördüncü tapşırığa baxaq. Dördüncü şəkilə baxaq. Baxırıq ki, şəkilə diqqət edəndə bu
Zeytun çələngidir və buradan aydın olur ki, Yunanistanda yəni Olimpiya oyunlarında iştirak edən qaliblərə qızıl, gümüş, bürünc medal deyil, zeytun budaqlarından çələng hazırlanıb təqdim olunurdu. Baxın, başına zeytun budağından hazırlanmış çələng qoyur. Yəni zeytun budağından hazırlanmış çələng qızıldan, gümüşdən, bürüncdən hazırlanmış medallardan daha qiymətlidir, daha dəyərlidir. Növbəti şey tapşırığına baxaq. Məlumatların hansı olimpiya simvoluna aid olduğunu müəyyən edin. Baxaq. Xalqlar arasında dostluğa işarədir. Bu bayaq qeyd etdik olimpiya halqalarıdır. Olimpiya halqaları. İkinci cümləyə baxaq. Olimpiya iştirakçılarına mesaj göndərir. Bu olimpiya şüarıdır. Olimpiya şüarı. Olimpiya oyunlarının vətəninin Yunanistan olduğunu işarə edir. Bu olimpiya mənşəlidir. Olimpiya mənşəli. Yəni bu mənşəli ilə bilirik ki, olimpiya oyunlarının vətəni Yunanistandır. Zeytun ağacının budaqlarının qızıldan da üstün olduğunu, üstün tutulduğunu bildirir. Bu isə olimpiya çələngidir. Olimpiya çələngi. Faydalı məlumata diqqət edək. Münasibət bildirərkən bu sözlərdən istifadə edə bilərsiniz. Məncə, bizcə, fikrimcə, mənə görə. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.